Salam əziz abituriyentlər. Mən sizə bu ilki 9-cu sinif buraxılış imtahanının Yuxarı Gövhər Ağa Məscidi adlı mətn testinin izahını verəcəm. Deməli, başlayaq. Mətni özünüz evdə oxuyarsınız. Mən mətnə aid bəzi qeydlərin altına xətt çəkmişəm. Qırmızı və yaşıl xətlə çəkdiklərim mənim xəttimdə əvvəlcədən çəkirəm ki, yəni izahat zamanı mətndə asan tapaq. Belə, mətnə əsasən doğru fikirləri müəyyən edin. Yuxarı Gövhər Ağa Məscidinin interyeri məhv edilmişdir. Birinci Qarabağ müharibəsində, burada bir Yuxarı Gövhər Ağa Məscidinin interyeri məhv edilmişdir. Gəlin testi bütöv oxuyaq sonra. Birinci Qarabağ müharibəsində bir çox memarlıq abidələr erməni vandallarından xilas oldu. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılması tarixi haqqında məlumat olur. Şuşa qalasının divar rəsmləri şair rəssam Mir Mövsüm Nəvvab tərəfindən çəkilib. Deməli, baxaq. Yuxarı Gövhər Ağa Məscidinin interyeri məhv edilmişdir. İnteryer iç dizayn deməkdir. Yuxarı Gövhər Ağa Məscidinin interyeri məhv edilmişdir. Deməli, biri budur, düzdür. Yuxarı Gövhər Ağa Məscidinin interyeri məhv edilmişdir və bu da biz nəyə əsasən bunu deyə bilərik? Burada deyir ki, yararsız hala düşmüş məscidin. Görürsünüz, burada qırmızı işarə ilə işarələmişəm. Yararsız hala düşmüş məscidin. Yəni, Yuxarı Gövhər Ağa Məscidinin, Gövhər Ağa Məscidinin danışıq və yararsız hala düşdüyü üçün, yəni iç dizaynı məhv olduğu üçün. Yəni, ona görə birinci cavabı düzgün variant kimi götürürük. Yəni, düzgün variantın bir hissəsi. Birinci Qarabağ müharibəsində bir çox memarlıq abidələr erməni vandallarından xilas oldu. Xeyr, birinci Qarabağ müharibəsində yox, ikinci Qarabağ müharibəsində oldu. Bu səhvdir. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılması tarixi haqqında məlumat var. Düzdür, memarlıq abidəsində Şuşa şəhərinin tarixinin yaradılması haqqında. Bunu nədən bilirik? Deməli, Gövhər Ağa Məscidinin, baxaq burada, Şuşa şəhərin əsasının qoyulması tarixi qeyd olunur. Baxın, burada qırmızı hərflərlə yazmışam. Şuşa şəhərinin tarixi, həmin o, Şuşa şəhərin əsasının qoyulması tarixi həmin abidənin üzərində qeyd olunduğuna görə biz bunu deyə bilərik ki, düzgün cavab memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılması tarixi. Yaradılması tarixi isə memarlıq abidəsinin üstündə tarix qeyd olunur. Ona görə burada 47 düzgün cavab 1-3 A variantı sayılır. Deməli, keçdik digər testə. Mətninə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Deməli, burada yazıblar ki, 2021-ci ildə Gövhər Ağa Məscidi yenidən tikildi. Xeyr, bu səhvdir. Yuxarı Gövhər Ağa Məscidinin divarları rəsmlərlə bəzədilmişdi. Bəli, bu düzdür, mətndə var. Kərbəlayi Səfixan Qarabağı Gövhər Ağanın maddi vəsaiti əsasında tikilən 3-cü Cümə məscidini tikdirmişdir. Bu da səhvdir. Daha doğrusu bu düzdür. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənahəli xanın tikdirdiyi məscidin yerində yeni məscid tikdirmişdi. Bu da səhvdir. Burada düzgün cavab 2-3. O biri digər cavablar səhvdir. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Yaşıl rənglə mətndə üzərində rəqəm yazılmış sözləri işarələmişəm. Deməli, əksər abidələrimiz erməni işğalçıları dağıtdı. 1. Müharibənin gedişi 2. Erməni əsarəti 3. Memarlıq inciləri 4 və məscidə bağışladı 5. Deməli, görək burada nədir? Deməli, deyir ki, doğru fikirləri dağıtmaq. Dağıtmaq burada yazılıb həqiqi. Biz burada mətndəki mənasını tapacağıq və mətndəki mənasından fərqli mənanı tapacağıq. Deməli, dağıtmaq. Burada erməni işğalçıları dağıtdı. Erməni işğalçıları dağıtdı deyirsə, bu deməli, dağıtmaq burada həqiqi düzdür, ancaq sel körpünü dağıtdı, bu da həqiqidir. Bizə lazımdır ki, baxın, bu tərəf məcazi olsun. Ona görə biz bunu götürə bilmərik. Gediş. Gediş burada nə yazılıb? Müharibənin gedişi. Müharibənin gedişi məcazi mənadadır. Burada yazılıb məcazi. Və gəlişin istər aşiq, heç istəməz gedişin. Gəlişin istər aşiq, heç istəməz gedişin. Düzdür, baxın, burada məcazidir, məcazi düz yazılıb. Burada da məcazinin də əksinə həqiqidir, düz yazılıb. 1-2. Əsarət. Əsarət, erməni əsarəti, belə bir şey var idi burada, yaşanılan gedişi, erməni əsarəti. Erməni əsarəti məcazidir, düzdür, erməni əsarəti məcazidir.
erməni əsarəti məcazi düzdür və qadın gözlərinin qəlbin gözlərinin əsarətinədir. Burada erməni əsarəti məcazidir. Erməni əsarəti məcazidir. Erməni əsarəti məcazidir. Amma qəlbin gözlərinin əsarətindədir. Bu da məcazidir. Ona görə biz bunu da götürə bilmərik. Baxın, yazı qəlbin gözlərinin əsarətindədir. Daha doğrusu erməni əsarəti həqiqidir. Qəlbin göz əsarətindədir, məcazidir. Sonra bu da uyğun gəlmədi. İnci. İnci elə parlayırdı ki, gözlərini qamaşdırdı. İnci, baxaq burada hansı sözdür? Mimarlıq incilərindən məcazidir. Məcazidir, düzdür. İnci elə parlayırdı ki, həqiqidir, düzdür. Həqiqətən inci parlayır. 2, 4. Sonra bağışlamaq. Bağışlamaq burada məscidə bağışladı. Həqiqidir, düzdür. Həqiqətən məscidə bağışlayıb prezidentimiz və həkim xəstə yenə həyat bağışladı. Məcazidir. 2, 4, 5. Düzgün cavab. Mətnə verilir Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, burada Qamışdan məscid tikdirir Pənahəli xan. Qamışdan məscid tikdirən Pənahəli xandır. Sonra baxırıq yenə Şuşa qalasının qurucusudur. Şuşa qalasının qurucusu da Pənahəli xandır. Sonra iki mərtəbəli qoşa minarə tikdirir kim? Gövhər ağa. 2 mərtəbəli qoşa minarə deyildi Gövhər ağa. Sonra tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdur. Yəni kimin tikdirdiyi minarələrin? Gövhər ağanın. Sonra deməli 1-ə getdi A. Şuşa qalasının qurucusudur. 1-ə getdi A, B. 1-ə getdi A, B, 2-yə getdi D-yi, 3-ə də getdi. Şəhər üçün əhəmiyyətli mimarlıq abidəsi hər ikisi inşa etdirmişdir. Ona görə 50 olur C. Sonra baxırıq. Mətnin plan ardıcıllığını müəyyən edin. Deməli, mətnin plan ardıcıllığı necədir?